İsrail Müdafiə Ordusunun hərbi hava qüvvələri İranın Tehran, Şiraz və Təbriz şəhərlərinə silsilə aviazərbələr endirib. Bu barədə ordunun mətbuat xidmətindən bildirilib. Hərbiçilərin məlumatına görə zərbələr müxtəlif infrastruktur obyektlərinə endirilir. İran tərəfinin isə məlumatına görə mülki infrastruktur da hədəf alınır. Bu arada Sepah Hərbi Dəniz Qüvvələri Birləşmiş Ərəb Əmirliklərindəki Əd-Dəfra ABŞ hərbi bazasının ərazisindəki sursat anbarına zərbə endirib. Bazada güclü partlayış baş verib. Nəticədə Amerikalı hərbiçilər qırıcıları həmin bazadan çıxarıb və başqa yerlərdə yerləşdirmək məcburiyyətində qalıblar. Bəxtim Şiraz, Təbrizdə bombalanıb. Yaydakı 12 günlük müharibədə də azərbaycanlıların sıx yaşadığı şəhərlərə atəşə tutulurdu. Bunu Amerika tərəfi, İsrail tərəfi ondan əsaslandırırdı ki, orada nüvə obyektləri var, filan var, beşmən var. Amma indiki öz rəsmi məlumatdadır ki, müxtəlif infrastruktura atəşə tutulub. O demir ki, sənaye obyektlərini vurmuşuq, Sepahın, Bəsizin, filanın obyektlərini vurmuşuq. Yəni, müxtəlif infrastruktur, bura mülki infrastruktur, yaşayış binaları da daxil oluna bilər. Ona görə də həmişə kimi müharibələrdə itirən tərəf sadə vətəndaşlardır, dinc əhalidir.